Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem görür ki, bir kişi qoluna misdən və ya dəmirdən olan bir halqa taxır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, mə həzihi? Yəni, bu nədir qolba taxmısan? O deyir ki, minəl vahinə. Bu, zəifliyi aradan qaldırmaq üçün və yaxud da xəstəliyi aradan qaldırmaq üçün taxdığın bir şeydir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, inzi'hə, onu çıxart. Dərhal onu çıxart. Fə innəhə lə təzidukə illə vəhnən. Çünki o səndə yalnız zəifliyi artırır. Səndə yalnız xəstəliyi artırır. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem ona onun bəlasından xəbər verir. Deyir ki, fə innəkə ləv muttə və hiyə aleyk mə əfləhtə əbədən. Əgər sən bu sənin üzərində olduğun halda dünyavı dəyişsən, heç vaxt nicat tapmazsan. Yəni, Allah Teala səni bağışlamaz. Çünki necə qeyd elədiyi ayədə Nisa surəsində Allah Teala deyir ki, Allah özünə ortaq qoşulmasını bağışlamaz.